Sabah imtahanı gələcək 9-cu siniflər. Hər birinizə uğurlar arzulayıram. İmtahan başlayan kimi həyəcan filan keçib gedəcək. Bunu öncədən deyirəm. Qorxmayın, gecə səhərə qədər həyəcanla filanla qıvrılmağa ehtiyac yoxdur. İmtahan başlayan kimi keçib gələcək. İmtahana qədər olması da normaldır. Hamı dolu birinci adamda deyilsiniz, axırıncı adamda deyilsiniz. Bu məsələni qoyduq qırağa. Sonra gəlir əsas məsələ nə? Yəni öz fənnim üzrə deyim. Mətnləri diqqətlə oxuyacaqsan. Bacarsan hər cümləni ən az 2 dəfə oxu. 2 dəfə oxu və cümləni oxuduqca beynində canlandır. Hər bir xırda detalı, yəni lazım olan bir fakt kimi qəbul elə orada. Orada bir detal kimi qəbul elə. Bil ki, o hər bir xırda detaldan, hər bir faktdan sənə sual verilə bilər. Yəni hər şeydən ehtiyatlı ol. Yəni rastına çıxan hər kəsdən şübhə edəcəksən cümləsi kimi bir şey düşün də. Bax belə. Ona görə mətnləri diqqətlə oxuyun, bacarsan mətni bir dəfə oxuyandan sonra, yəni detallı oxuyandan sonra sualları oxu, təzədən qayıt, ondan sonra mətni oxu, daha rahat olacaq sizin üçün. Hər hansı bir sualın üstündə bir neçə dəqiqə qalma, yəni 5 dəqiqə, 10 dəqiqə qalmağa ehtiyac yoxdur. Sualda ilişdinmi? Qorxma. Bırax sual keç, ola bilər ki 7-ci, 8-ci sualda birinci sual üçün hər hansı bir ipucu əldə edə bilərsin. Hətta bəzən sualın, qrammatika suallarının içində olan hər hansı bir şey mətnin içində cavabı bəzən ola bilir. Yəni buna bənzər faktlar ola bilir. Hamınıza uğurlar arzulayıram. Bu tip videolar üçün də səhifəmizi izləməyə davam edin. Sağ olun.